Deməli, bizim ilimizdə bir gecə var. Ən üstün gecə o gecədir. Gecələrin arasında heç bir gecə onun fəzilətinə çatmaz. O da Qədr gecəsi və Əhya gecəsidir. Allah Teala həmin o Qədr gecəsi ilə bağlı Quran-ı Kərimdə surə göndərib, surənin də adı elə Qədr surəsidir və surədə Allah Teala bizlərə bu gecənin əzəmətini xəbər verəndə buyurur ki, İnna ənzəlnahu fi leylətil qadr. Quran-ı Kərim bu gecə nazil olub. Biz onu Qədr gecəsində nazil etdik. Quran kimin kitabıdır? Allah Teala'nın. Allah Teala öz adı olan, öz adını daşıyan kitabı ki bugün bizim aramızda Allah Teala'nın adından danışan yegane Kur'an'dır. Allah Teala'nın adından ya peygamber danışa bilər, Allah'ın salamı olsun onlara. Mesela peygamberdir ki Allah Teala belə buyurdu. Ya da Allah Teala'nın bir kitabı olmalıdır bizim aramızda. İndi Kur'an-ı Kerim var ama peygamberler daha sona çatıb. Daha peygamberlerden sonra kimsə deyə bilməz. Mən Allah tərəfindən sizə bu sözü deyirəm. Desə də Qur'andan danışmalıdır. Mən əgər bax özüm birinci bu minbərdən sizə bir şey deyirəmsə, Allah Teala belə istəyir, Allah Teala bunu belə buyurur, gərək Qur'an-ı Kərimdən onun dəlilini gətirəm. Bugün Qur'an-ı Kərim bizim aramızda Allah Teala'nın yegane adından danışan bir kitabdır. Və o bu gecə nazil olub. Bu Qədr gecəsində nazil olub. Leyletul Qadr xayrun min elfi şehr. Qədr gecəsi 1000 aydan üstündür. Yəni qardaşlarım, səhərə qədər nə qədər vaxtımız var? 4 saat, 5 saat təqribən. Bax bu 5 saat 1000 aydan üstündür. 80 ildən çox ömür eləyir. Yəni 1000 aydan üstündür necə? Gecələri ibadətlə keçirən, gündüzləri oruc olan, Allah yolunda cihad eləyən, savablar eləyən kim nə bacarırsa, bir gecəni oyaq qalmaqla bu gecə 1000 aydan çox ibadətin savabını, mükafatını qazana bilər. Tənəzzəlul mələikətü və ruh fiyhə biizni rabbihim min kulli əmr. Bu gecə mələk nazil olur. Mələklər nazil olur daha doğrusu. Allah Teala buyurur ki, bu gecə tənəzzəlül mələikə. Mələklər nazil olur. İndi ayədə deyilməyib, amma təfsirlərdə, izahlarda gəlib ki, mələklər bu gecə nazil olanda müxtəlif işlər görürlər. Bir də budur, bizə dua eləsinlər. Bizə dua eləsinlər. Biz görmürük, amma bu məclisdə mələklər var, yanımızdan keçəndə bizə dua edirlər. Və ruh. Bu gecə ruh nazil olur. O nədir? Mələkdir. Buyururlar ki, mələklərdən ayrıca bir varlığıdır. Allah Teala onu burada ayrıca qeyd elədi. Tənəzzəlül mələikətu və ruh. Mələklər nazil olur və ruh nazil olur. Deməli, mələkdən ayrı bir varlıqdır o. Və hədislərə əsasən bu gecə niyə deyiblər bizə oyaq qalın? Bir səbəbi də budur. Bu gecə bizim taleyimiz, müqəddəratımız həll olur. Qardaşlar, oturmuşuq burada. Keçən Qədr gecəsi yazılmışdı. Sən, mən sağ qalaq, bu Hüseyniyyədə oyaq qalaq, yenə də dua edək. Kimə ölüm yazılmışdı? Dünyasını dəyişdi getdi. Allah rəhmət eləsin. Kimlərinsə bu il daha Qədr gecəsi qəbr gecəsi oldu. Bu fürsət bizə verilib, nə qədər ömrümüz var, bu gecənin fəzilətindən, bu gecənin faydalarından istifadə eləyək. Bu gecənin bir açarı var. Əgər onu eləməsək, özü burada səhərə qədər oyaq qal, yıx, sürü, amma heç bir şey qazanmayacaqsan. Nədir o? İstiğfar. Allah'tan bağışlanmaq istəyək. Bağışlanmasaq,
özümüzü Allaha əfv etdirə bilməsək, günahlarımız maniyə olacaq bizim dualarımıza. Hardan bilirəm? Bunu hardan deyirəm? Cümə axşamı bir dua var, Kumel duası. İstəyənlər müraciət edə bilərlər. Həzrət Əli əleyhissalam bu gecənin şəhidi, Əmir əl-Müminin Əli ibn Əbi Talib əleyhissalam Allah Taalaya dua eləyir. Baxmayaraq ki, biz Coşan-ı Kəbir duası oxuduq, Allah Taalanın adlarını çəkdik. İmam da Allah Taalanın adlarını çəkir. İlahi, əzəmətivə xatir, elmivə xatir, adlarıva xatir. Sonda İmam bu adları qeyd eləyəndən sonra bir neçə dua deyir. Pərverdigara, bəla nazil eləyən günahları əfv elə. Günah adama bəla gətirir. Nemətləri əlimizdən alıb aparan günahları əfv elə. Bir neçə cümlə sonra imam belə deyir. Allahumməğfir liyyəz-zunubəlləti təhbisud dua. Bəzi yerdə var təruddud dua. İlahi, bu gecə mənim o günahlarımı bağışla ki, o günahlarım duanın qarşısını kəsir. Həbs eləyir. Allah Teala mələklərinə o duanı qəbul etməyə qoymur ki, bu bəndənin duası qəbul olmasın. Niyə? Tövbə eləmir, günah eləmir. Bu gecə Allahla barışmaq gecəsidir. Bu gecə Allah Taala'nın qabağında səhv eləmişəm, məni bağışla ilahi. Mən səhv eləmişəm. Etiraf edib günahları Allahdan bağışlanmaq istəmək duasıdır. Biz istəyirik bu gecə buradan gedəndə dərdlərimizə dərman, məlhəm alıb gedək buradan. Əli boş getməyək, düzdür? Görün Peyğəmbər nə deyir? Allahın salamı olsun ona və əhl-i beytinə. Əla uxbirukum bidaikum min davaikum. Sizə dərdlərinizin və dərmanlarınızın xəbərin verinmi? Sizə xəbər verinmi sizin dərdiniz nədir və o dərdin dərmanı da nədir? Dərdimiz var qardaş, hər kəsin bir dərdi var ki, gəlmişik Allahın qapısına, istəyirik bizim dərdlərimizə dərman olsun, əli boş getməyək. Oyaq qalasan, səhər acan burada, oyaq qalasan, heç bir şey, gedəndə sənə bir şey verməyələr buradan. Peyğəmbər deyir, sizə dərdinizi və dərmanınızı deyim. Da'ukumuz zunub və dava'ukumul istiğfar. Dərdləriniz sizin günahlarınızdır. Dərman Allahdan bağışlanmaq istəməkdir. Dərdlərimiz günahlardandır qardaş. Başımıza nə iş gəlir? Quran-ı Kərimdə ayədir. Başınıza nə iş gəlsə etdiyiniz günahların ucbatındandır. Bima kəsəbət əydikum və ya'fu an kəthir. Allah Teala hələ çoxunu əfv eləyir, bağışlayır. İstəyiriksə bizim dərdimiz bilinsin, dərmanımız da bilinsin. Peyğəmbər deyir, dərdimiz günahlarımızdır. Dərman da nədir? Allah bağışla. İstiğfar. Gəlmişik bura, Allah Teala bizim hacətimizi versin, müşkülümüzü həll eləsin. Peyğəmbər Allahın salamı olsun ona və əhl-i beytinə başqa bir kəlamda gör nədir? Mən əktərəl istiğfar. Hər kim Allahdan çox bağışlanmaq istəsə, istiğfar diləsə, Cəalallahu ləhu min kulli həmmin fərəcən. Allah Teala onun üçün hər bir qəm qüssədən açılış qərar verər. Və min kulli zıyqin məxrəca. Hər bir çətinlikdən ona çıxış yolu qərar verər. Və rəzəqəhu min haythu la yahtəsib. Gümanı getmədiyi yerdən Allah onun ruzusunu yetirər. Kim çoxlu istiğfar eləsə, qəm qüssəsi aradan gedər. Müşkülü həll olar. Mən bir problemə düşmüşəm, çıxış yolunu bilmirəm. Allahdan çox bağışlanmaq istə, Allah çıxış yolu qərar verəcək. Necə ola bilər? Alınmır axı. Peyğəmbər deyir, gümanın getmədiyi yerdən. Sən bilmirsən, Allah Teala çox şey bilir. Ona görə qardaşlarım, tövbə eləyək. Bu gecə Allahdan bağışlanmaq istəyək. Deyə ilahi bizim dərdimiz var. Başımıza nə iş gəlirsə bizim günahlarımızın ucbatındandır. Biz istəyirik müalicə olaq. Biz istəyirik tövbə eləyək. Bizi bağışlayasan. İndi mən sizə bir Musa Peyğəmbərin əleyhissalam zamanında baş verən bir hadisəni danışım. Bəlkə də eşitmişsiniz. Təkrar da olsa amma düşünməyə dəyər. Təkrar pis deyil. Əgər düşünsən.
İnsan Quran-ı Kərimin bir ayəsində dəfələrlə düşünüb yeni bir mövzu çıxardar, yeni bir məna çıxardar. İndi qulaq asın. Musa Peyğəmbərin dövründə yağış gəlmədi. Quraqlıq oldu. Bizim dinimizdə bir namaz var, adı istisqa namazıdır. Allahdan yağış diləyirlər. Namazı qılırlar, sonra Allahdan namazdan sonra dua edirlər, yağış istəyirlər. İndi məsələn bu yayda mən baxdım, dünyanın bir neçə ölkəsində, İranda da var idi, çox quraqlıq idi. Afrikada bu namazı qıldılar, Allah Taala da bərəkətin göndərdi. Bu nə xurafatdır, nə bir yəni cahiliyyətdir, xeyr. Bu mötəbərdir. Bütün müsəlman məzhəblərində bu var. Dəfələrlə təcrübədən də keçib. Musa Peyğəmbər əmr elədi ki, hamımız yığışın bir səhraya, yağış namazı qılacağıq. Allah Taala qoy öz rəhmət yağışını bizə endirsin. Gəldilər, dua elədilər. Təsəvvürlə getmirsən, dua eləyirsən. İndi bugün siz yığışmısınız burada bizim arxamızda. Ləyaqətimiz yoxdur. Dua eləyirsiniz. Bir də var qabaqda Peyğəmbər durub. Həzrəti Musa əleyhissalam dua eləyir. Dua qəbul olunmur. Nə olar? Dua elədilər. Namaz qıldılar, yağış namazı. Dua qəbul olunmadı. Yağış gəlmədi. Bu zaman hətta Musa Peyğəmbər narahat oldu. Musa Peyğəmbər Allah Taalaya üzün tutub buyurdu. Pərverdigara, nə üçün yağış göndərmirsən? Niyə yağış gəlmədi? Bəlkə mənim də sənin yanında məqamım kiçilib. Peyğəmbər görsən birinci səhvi özündə axtarır. Peyğəmbər gərək təvazükar ola. İlahi, bəlkə mənim də məqamım sənin yanında kiçikdir. Allahdan cavab gəldi ki, xeyr, sənin məqamın kiçik deyil. Bu insanların arasında biri var, 40 ildir bir günah eləyir, 40 ildir bir günahdan əl çəkmir. O tövbə eləmədi. O bir nəfərin tövbə etməməsinin səbəbi yağış gəlmir. Hələ də o günah eləyir. Ona de cəmiyyətin arasından çıxsın, qoy bunların duası qəbul olsun. Musa Peyğəmbəri üzün tutdu, cəmaat. Duamızın qəbul olmamasının səbəbi budur ki, bizim aramızda bir insan var. 40 ildir günah eləyir. Duamız qəbul olunmur. Çıxsın, aralansın, uzaqlara getsin ki, qoy bu cəmiyyətin duası qəbul olsun. Həmin o günahkar ki, 40 ildir günah eləyirdi, balaca başını belə qaldırdı, baxdı, gördü ki, mən necə sizi görürəm bir balaca hündürdən, heç kəs qalxmır. Elə özüməm. Amma qaldı ki, mən durub getsəm, mənim abırım gedəcək. Oturub qalıram, dua qəbul olunmur. Susuzluqdur, quraqlıqdır. Peşiman oldu. Yerində əyləşdi. Həqiqi tövbə elədi. Həqiqi tövbə elədi. Allahdan bağışlanmaq istər ki, ilahi, qələt eləmişəm. Bağışla məni. Elə bunun tövbəsi. Orada, yerində tövbəni eləyən kimi Allah Taala rəhmət yağışını göndərdi. Cəmaət sevindi. Musa Peyğəmbər amma təəccüb elədi ki, axı mən heç kəsi görmədim bu cəmiyyətin arasından çıxıb getsin. Allah Taala buyurdu, axı bizim aramızda biri var, 40 ildir bir günah eləyir. Pərverdigara, necə oldu bizim aramızdan bir nəfər çıxmadan, amma yağış rəhməti gəldi, Allah Taala'dan cavab gəldi. Qulaq asın buna. Baxın. Səqaytukum billəzi məna'tukum bih. Sizi sirab elədim yağışla, elə o şəxsə xatir ki, ona xatirdə sizin duanız qəbul olmurdu. O adama xatir ki, dua qəbul olmurdu, yağış gəlmirdi. İndi elə ona xatirdə sizə yağış gəldi. Musa aleyhissalam buyurdu, Pərverdigara, o bəndəni mənə göstər. O tövbəkarı mənə göstər. Cavab gəldi Allahdan, ey Musa, o 40 il günah eləyəndə mən onu rüsvay eləmədim. Abırın aparmadım. İndi tövbə eləyəndən sonra mən bəndəmin abırını aparım. Haşa. Heç vaxt. Mən özüm ki deyirəm söz gəzdirmək olmaz. Niyə özüm söz gəzdirməliyəm? Hətta Peyğəmbərimə deməliyəm ki, bu filan kəs idi ya. Bizdə belə bir şey var axı. Amma cəmaata demədim ki, elə bir nəfərə dedim, bir nəfər bəsdir də. O da yanındakına dedi, deyəndə nədir? Aramızda qalsın. Aramızda qalsın, aramızda qalsın. Bütün şəhər bildi ki, filan kəs nə işlə məşğuldur. İmam Baqir əleyhissalam buyurur, Allah Taala öz bəndələrinin tövbəsinə görə o qədər sevinir ki,
övlad sahibi olmayan bir insan ki, ata illərlə övladı olmur, 5 il, 10 il, bir dəfəli xəbər verirlər ki, övladım var, nə qədər valideyn sevinir, Allah mənə övlad verir, illərlə həsrətini çəkmişəm. Allah Teala tövbə edib qaydan bəndə ondan çox sevinir. İtirdiyini tapan adam ki, necə sevinər? Ondan Allah Teala çox sevinir. Suya çatan susuz şəxs susuzluqdan həlak olacaqdı, bir dəfəli gəlib çatır gölə, bulağa. Necə sevinir? Allah Teala tövbə edib qaydan bəndə üçün belə sevinir. Ondan artıq sevinir. Daha çox sevinir. İndi mən bunları danışıram. Tövbədən danışanda şeytanın bir işi var. Tez neynəsin? Bizi naümid eləsin. Əşi, yox. Allah bağışlamaz. Allah keçməz. Neynirsən elə? Yo, qətiyyən. Naümid olmayın. Allah Teala o qədər bağışlayan və mehribandır ki, bizim ağlımızdan keçməyən günahlarımızı belə xəbərimiz olmayanları bağışlayır. Baxın, Ayətullah Murtaza Tehrani, Allah rəhmət eləsin, ariflərdən idi. Onun gözəl bir hikmətli kəlamı var. Deyir ki, sən günah etməkdən yorularsan. Ey naümid olanlar, bu cümləni yaddaşında saxla. Ayətullah Murtaza Tehrani sözüdür. Sən günah etməkdən yorularsan, amma bil Allah Teala səni bağışlamaqdan, tövbəni qəbul etməkdən yorulmaz. Mən görmüşəm belə adamlardan. Gəlib deyir, bezmişəm də, eləyə bilmirəm, tövbə eləm, sındırıram, tövbə eləm, qala bilmirəm, günah eləm. Cavandır, mənə yazır telefonda, mesaj göndərir. Bəzən gəliblər, məndən ürəyim boşaldıblar ki, illərlə bir günaha batmışam, çıxa bilmirəm günahdan. İstəyirəm intihar eləyəm, özümə sui-qəsd eləyəm. Amma alim deyir ki, yox, sən yorulmusan, adam günahdan da yorular, bezər. Amma bil Allah Teala bağışlamaqdan bezməz. Biz istəyirik buradan əli boş getməyək. Mən də, siz də istəyirik ki, Allah Teala bizi buradan əli boş aparmasın. Amma şərti var. Şərti budur ki, bayaq dedim, özümüz üçün istədiyimiz yerə başqası üçün də istəyək. Bugün İslam ümməti, bugün müsəlmanların vəziyyəti elə bir vəziyyətə çatıb ki, bilirsiniz, bugün dünyanın ən böyük müharibəsi Ramazan ayında, Allahın qonaq olduğumuz ayda, oruc halda müsəlman ölkələrinə hücum çəkirlər. Kim? Başda Amerika, İsrail və onların əlaltıları satqınlar. Biz necə rahat oturub burada əhya gecəsində dua eləyib, Allahdan hacət istəyə bilərik, amma bizim orada, Fələstində, Yəməndə, İraqda, İranda bizim müsəlman qardaş bacılarımızın başına bombalar yağır, biz onları unudaq, dua eləməyək. Həbsdə, zindanda olan kişi yox, qadınlarımız var, biz onları unudaq. Qonşularımızı unudaq, qohumlarımızı unudaq, kasıbları unudaq, məzlumları unudaq. Sonra deyək, ya Əli, Əmir Əl-Müminin, ey bu gecənin şəhidi, sənə and veriyor Allahdan istə, Allah bizə bu gecə dualarımızı qəbul edib, hacətlərimizi versin. İmam Əlinin cavabı bizə nə olar? Siz məni kimi yaşamırsınızsa, siz məzlumlara dayaq olmursunuzsa, başqalarına qarşı biganəsizsə, başqalarının dərdinə yanmırsınızsa, qəminə şərik olmursunuzsa, ancaq özünüzü düşünürsünüzsə, bu nə dindarlıq, bu nə insanlıq, bu nə dua, bu gecə oyaq qalmaqdır. Ona görə bizim qardaşlar, əzizlərim, bu gecə unutmayaq dualarımızda. Cəmi halda eləyəcəyik, tək halda da siz məzlumları, haqqı tapdalananları, bugün səngərdə, bombalar altında düşmənlərin qabağında, əskərlər ki var, bugün o əskərlər düşmənin qabağında ölümlə üz-üzə qalıb başına Qur'an qoyub Allaha dua eləyirlər, o əskərləri unutmayın. Və Allaha and verək bu gecənin əzəmətinə, bu gecənin şəhidi Əmir Əl-Müminin ağanın hörmətinə, keçən il bizimlə bir yerdə, əhyalarda hamımız videolarına baxırdıq. Ayətullah Şəhid Seyyid Əli Xamneyi, o böyük şəxsiyyət, əhya gecəsi özü əyləşərdi özü Hüseyniyəsində, cəmaatla bir yerdə Quran başa qoyub dua eləyərdilər. Özü də əyləşərdi orada. Cəddi Həzrət Əliyə göz yaşı tökərdi. Amma bugün Həzrət Əlinin qonağıdır. Mən Xamneyi ağa haqqında bir şey demək istəyirəm, qutardı. Çox vaxt salmayacağım. Ramazan ayında Peyğəmbər xutbə söyləyirdi.
Ramazan ayında Peyğəmbər xutbə deyəndə İmam Əli əleyhissalam qalxdı Peyğəmbərə bir sual verdi. Peyğəmbər onun sualının cavabını verəndən sonra gördülər Peyğəmbər ağlayır, gözündən yaş gəlir. İmam Əli narahat oldu əleyhissalam. Mən sual verdim, Peyğəmbər ağladı. Niyə ağlayırsan? Səni ağladan nədir? Peyğəmbər buyurdu Allahın salamı olsun ona və əhli beytinə. Elə bu Ramazan ayında ki, savablardan danışırdı Peyğəmbər. Bu savablar var, oruç tutanlar, iftar verənlər, Quran oxuyanlar, namaz qılanlar. Bu Ramazan ayında da sənin mübarək saqqalını başının qanına bulayacaqlar. Əşqəl əşqiya, bədbəxtlərin bədbəxti, ən bədbəxt insan Həzrət Əliyə qılınc qaldıran kim olar? Ondan bədbəxti olar Peyğəmbərin qardaşı. Quran deyir Peyğəmbərin canı, özüdür. Ali-İmran surəsi 61-ci aya. Peyğəmbərin özüdür Həzrət Əli. Ona qılınc qaldıran Peyğəmbərə qılınc qaldırır. Bu ayda görürəm. Bu ayda elə sənin saqqalını qana bulayacaqlar. Peyğəmbər ağladı, göz yaşı tökdü. Ağamız Həzrət Əli əleyhissalam bir sual verdi. Ailə uşaq, cavanam, nə olacaq? Bir sual verdi Peyğəmbərə. Əfi salamətin min dini. Həmin zaman ki mənə xəbər verirsən, şəhadətdən, ölümdən xəbər verirsən mənə, mənim dinim salamatdır. Əqidəm yerindədir. Sadə dinləndisi kişi kimi mərd-i mərdana, pak, təmiz, halal bir insan kimi dünyamı dəyişəcəm ya yox. Dini salamat bu deməkdir. Yoxsa əyri dindar, saqqalı var, namazı var, həcci var, kərbalası var, amma əqidəsi yoxdur, haqqı deməyi yoxdur, mərdliyi yoxdur, səxavəti yoxdur, məzlumların dərdinə baxmır, qonşu qohum bilmir, ata-ana bilmir, deyir dindaram. Əfi salamətin min dini, dinim salamatdır. Peyğəmbər buyurdu, bəli. İmam Əleyhisselam deyir ki, onda qorxu yoxdur ki. İndi bu Ramazan ayında Ayətullah Seyyid Əli Xamenei ağa da bu dünyadan köçəndə mənim yadıma bu düşdü. Deyirdilər, öldürərik. Dəccal, qumarbaz Trump deyirdi, öldürərik. Öldürərik. Ağa cavabını verirdi, yolumuz Kərbala yoludur. İzzətlə ölərik, zilləti qəbul etmərik. Həqiqətən, dini salamat dünyasını dəyişdi. Xoş olsun Seyyid Əli Xamenei Allah. Hədislərimiz var, oruc halda kim dünyasını dəyişsə, deməli onun aqibəti xeyirli olub. Xoş halına. Ramazan ayında oruc halda özü də bir oxşarlığı da imama var idi. İmam Əli ola bilməz ha. Özünün sözüdür. Mən özüm onu eşitmişəm, qulaq asmışam. Deyirdim, mənə bəzi nisbətlər verirlər. Mənə Həzrət Əli yox, Həzrət Əlinin xidmətçisi Qəmbər var deyə, Qəmbər nökəri. Qəmbərlə heç müqayisə olunmaram. Çox təvazökar adam idi. Amma Xamenei ağanın özü ki, o böyük boyda şəxs, o boyda böyük şəxsiyyət bu Ramazan ayında imama oxşar cəhəti də biri bu idi. Həzrət Əli əşqəl əşqiya, ən alçaq, ən şərəf ləyaqətdən uzaq, bədbəxtlərin bədbəxtinin əli ilə vuruldu. Gəlin etiraf elə, bugün 2026-da bütün dünyada, hətta Amerikanın özündə Trump qədər ən alçaq, şərəfsiz, qumarbaz, üzr istəyirəm ifadəmi öyrə, uşaqları qətlə yetirən, adam əti yiyən, təcavüz eləyən, onun kimi alçaq adam yoxdur. Bəli, bizim Əhl-i Beyt imamların buyurduğunda var ki, Allah Teala ən paçların qanını ən alçaqların əli ilə. Bəli, şərəfdir bizə, ləyaqətdir bizə, biz yataqda yox. Xəstəliklə yox. Zamanənin ən alçağı gəlsin bizim qanımıza əlin bulaşdırsın. Allahın lənəti olsun ona və onun dəstəsinə. Pərverdigar ölüm olsun. Ölüm olsun. Mənim birinci duam budur. Qardaşlar, möminlər, baxın, bu qumarbaz, bu şərəf ləyaqətdən uzaq olan Trump, Amerika, onunla bir yerdə uşaq qatili sehyonistlər. İndi elə bir vəziyyət qurublar ki, müsəlman ölkəsi İrana təcavüz eləyib, qətliam eləyirlər, amma indi hücumu Amerikada torpaqdan, öz ərazisində eləmirlər. Elə adını müsəlman qoyan ölkələrdən vururlar. Və bizim eşitdiyimizə əsasən narahatıq. İnşallah ki, olmasın. Bizim Azərbaycandan da, vətənimizdən də su istifadə edirlər. Hələli rəhbərlər, ölkə başçıdır ki, qoymayacaq. Bizim ərazimizdən qoymayacaq. Amma
Çox narahatıq. Necə ki Ukraynada bu işi gördülər. İki Slavyan qardaşı, Xristiyan, Məsihi qardaşı bir-birinə qırdırdılar. Bu günləri müsəlmanları da bir-birinə qırdırırlar. Həmin o ərəb ölkələrindən. Təsəvvür edirsiniz, Səudi Ərəbistanda iki böyük ziyarət, Məkkə və Mədinə, Həc və Peyğəmbərin qəbri olan şəhərdən raket qaldır, vurur. Ramazan ayında digər müsəlman ölkəsində uşaqları öldürür. Bunu harda demək olar? Mənim duam budur. Allaha and verir Peyğəmbər və onun pak əhli beytinə. Allah and verir bu gecənin əzəmətinə. Allah and verir bu gecənin şəhidi Həzrət Əlinin əzəmətinə. Pərverdigara, ilk duamız budur. Tezliklə İranı Firona qalib elə.